Çox faydalı baharat olan darçın düzgün seçilmirsə və düzgün dozada istifadə edilmirsə, çox zərərli ola bilər, ciddi ağırlaşmalara səbəb ola bilər. Ona görə mütləq hansı darçını istifadə etməmizi bilməliyik. Dünyada iki cür əsasən darçından istifadə olunur. Çin darçını və Şri-Lanka və yaxud da Seylon darçını. Çin darçını əlimdə tutduğum, sol tərəfdə tutduğum darçındır. Rəngi biraz tünd olur, bərk qabıqlı olur və qıvrımları az olur. Seylon darçını isə qıvrımları çox olur, içəri doğru qıvrılmış olur, çox kövrək olur, rəngi açıq olur və asanlıqla bax belə qırıla bilir. Ona görə istifadə edən zaman ən çox Çin darçını yox, Seylon darçınından tövsiyə edirik. Və Seylon darçını isə evdə üyüdüb gündə bir çay qaşığı optimal doza olaraq istifadə edə bilərsiniz. Çin darçınının tərkibində kumarin adlanan maddə çox olduğu üçün kardiovaskulyar xəstəlikləri olan insanlarda, həmçinin ciddi qaraciyər xəstəlikləri olan insanlarda laxtalama problemi olduğu üçün ağırlaşmalara gətirib çıxarda bilər. Ona görə də yüksək dozada istifadə eləmək, çox istifadə eləmək tövsiyə olunmur.